Qardaşı şəhid olduqdan sonra efirlərə çıxmayan Xana ilk dəfə ekskluziv açıqlamalar verdi. Buyurun videonu izləyək. Bəyənib kanala abunə olmağı unutmayaq. Həyat məni çox dəyişdirdi. Bu 5 ildə səssizcə özümü topladım. Və özümə yeni bir yol qurdum. Özümü yenidən yarattım. Uzun illərdir yoxluğum bugün özüm kimi geri dönməyimə səbəb oldu. Özümü təbrik edirəm. Ad günü mübarək, Xana. Hər vaxtınız xeyir olsun Xana xanım. Salam, Necəsiz? çox sağ olun, yaxşı olasınız. Təşəkkürümü bildirirəm. Xana xanım, mübarəkdir. Qayıdış xəbərləriniz yayılıb. Bu qayıdış səhniyədir yoxsa kosmetologiya ilə bağlı bir şeydir? Bu nə ilə bağlıdır? Xeyr, səhnəyə deyil. Artıq bundan sonra kosmetolog kimi fəaliyyət göstərəcəm. Yəni müğənniyə dönmək fikriniz yoxdur? Xeyr, qətiyyən. Bəs incəsənət sahəsi ilə, show biznes bağlı layihələr, təkliflər alırsınız yoxsa yox? Təkliflər gəlir, amma heç birini qəbul etmirəm. Yəni astronomik bir rəqəm qarşılığında olsa belə qəbul eləmərsiniz hətta? Qətiyyən. Çox maraqlıdır Xana xanım. Bəs səhnə üçün darıxmısınızmı? Çox. Darıxmısınız amma qayıtmaq da olmur. Düzdür? Yox, biz söz bir dəfə deyirik. Hə, çox gözəl. Bəs bu illər ərzində çox maraqlıdır. Ailə qurmusunuz yoxsa yox? Xeyr, subayam. Hə, lap yaxşı. İnşallah qurarsınız, ailə də qurarsınız. Təşəkkür edirəm, çox sağ olun. Təşəkkür. Xanım, bir də sizin illərdir həbs xəbərləri bizdə yayılır. Yəni bu dezinformasiyadır, yoxsa belə bir şeylər olub? Yalan söhbət damısı. Boş-boş şeylərə inanmayın. Baş üstə, inanmayaq. Bəs sizcə bu dezinformasiyaları, yalan xəbərləri kimlər yayır? Yəni, bir fikriniz var bu barədə? Boş-bekar insanlar. Boş-bekar insanlar. Sonra İşləri gücləri yoxdur ona görə. hazırki işinizdən razısınız yoxsa yox? Yəni qazancınız normaldırmı? Çox razıyam. Çünki məni sevənlər çoxdur. Və ən çox da ki, güvənib gəlirlər. Ən çox ona sevinirəm. Hamısına razısınız. Nə demək istəyirsiniz sevənlərinizə? Sevənlərimə Bəli. onları çox sevirəm. Təşəkkür edirəm dəstəklərinə görə. Sevməyənləri də sevirəm. Bəs mənim haqqımda nə deyə bilərsiniz? Ekskluziv xəbərlər Roman Əsəddə. Bəli. Yəni bilin ki, bax özü də bura təsdiq eləyər. Mən Xana xanımın Xana babayları, mətbuat katibiyəm. Təşəkkür edirəm, çox sağ olun. İnşallah bundan sonra artıq suallar gəlməz. İnşallah da artıq məncə bir çox insanların qəlbindəki, fikrindəki suallar məncə verildi və cavablar da alındı. Allah işlərinizi avam eləsin, Allah qardaşınıza rəhmət eləsin. Allah sizi Allah qorusun bütün ki, şəhidlərimizə rəhmət eləsin. amin. Şəhidimizin xatirəsini yaşatdığınıza görə bir Azərbaycan oğlu olaraq sizə dərin minnətdarlığımı bildirirəm. Bəli, bir də söz deyim, zəhmət olmasa. Buyurun. Buyurun. O bəzi insanlara demək istəyirəm ki, artıq söz yazmamışdan qabaq heç olmasa şəhidinizə hörmət eləyin. Heç Bəli. olmasa. Düzdür. Allah canınızı sağ eləsin, Təşəkkür işlərinizdə edirəm. uğurlar. Hər zaman Çox Roman sağ olun. Əsəd yanınızdadır, dəstəyinizdədir, var olun. Təşəkkür edirəm. Sağ Sağ olun, olun. hələ Allah'a emanet.